Qiymətlər qalxdı, vətəndaşlar narazıdır. Bu təkcə cənubda, şimalda, şərqdə, Aranda deyil, Bakıda da belədir. Buyurun, ətraflı videonu izləyin, fikirlərinizi. Son vaxtlar bazarlıq edəndə qiymətlər cibinizi yandırır. Gəlin baxaq, bunun əsl səbəbi nədir? Baxın, bir ailənin ərzaq xərci 200 manatdan 350 manata qalxıb. Fərq sözün əsl mənasında göz qabağındadır. Və bu təkcə rəqəm deyil. Elə Bakı sakinlərinin özləri də eyni vəziyyətdən danışır. Yəni, eyni məhsulları alırsınız, amma 20-25% daha çox pul ödəyirsiniz. Bu, çox ciddi artımdır. Söhbət tək bir şeydən getmir. Ətdən tutmuş pomidor xiyara qədər qiymətlər hər yerdə qalxıb. Yaxşı, bəs bütün bunların səbəbi nədir? Məsələ təkcə bizdə deyil, daha qlobaldır. Rəsmilər deyir ki, problem iqlim dəyişikliyi, logistika xərcləri və tərəfdaş ölkələrdəki inflyasiyadadır. Bu ithal mallarının niyə baha olduğunu aydınlaşdırır. Amma burada çox qəribə bir məqam ortaya çıxır. Necə olur ki, bizim öz yerli məhsulumuz xaricdən gətirilən məhsuldan daha baha başa gəlir? Bu qiymət tapmacasının arxasında yatan səbəbləri gəlin birlikdə açaq. İqtisadçı Eldəniz Əmirovun buna çox maraqlı izahı var. Məsələ yerli sözünün əsl mənasındadır. Biz yerli istehsal deyəndə hər şeyin burada hazırlandığını düşünürük, amma bu heç də həmişə belə deyil. Gəlin belə edək, bizim yerli hesab etdiyimiz bir məhsulun hekayəsinə başdan ayağa baxaq. Toxumu xaricdən gəlir, gübrəsi, dərmanı xaricdən gəlir, hətta istifadə olunan texnologiya da idxaldır. Yəni dünyada nəsə bahalaşanda bizim yerli məhsulun qiyməti də avtomatik olaraq qalxır. Bəs niyə idxal malı bəzən daha ucuz olur? Çünki onların öz xammalı daha böyük istehsal gücü var. Belə çıxır ki, yerli və idxal arasındakı sərhəd heç də sandığımız qədər aydın deyilmiş. Belə bir qlobal bazarda bir məhsulun həqiqətən də yerli olması nə anlama gəlir? Bu çox düşündürücü sualdır.